Qamer suresi. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim Allahın adıyla. Yaxınlaşmış qiyamət saatı, yarılmış ay. Bir aya görsələr belə haqdan üz döndərərlər. Əzəlki cadudur bu deyərlər. Danarlar peyğəmbəri, uyarlar öz nəfslərinə. Hər şey tutar öz yerini. İbrət dərsli neçə əhvalatlar danışıldı onlara. Bütöv bir hikmətlə yoğruldur hərəsi. Xəbərdarlıq eləməyin görünür yox faydası. O inkar elədiklərinə carçı çağıran gün onlardan üç çevirsən. Gözləri təlaşla dolu qəbirlərdən çıxarlar. Çəyirtkələr tək ətrafa dağılarlar. Carçıya sarı tələsərlər. Bugün çox çətin gündür deyər kafirlər. Bunlardan da öncə Nuh qövmünün adamları danmışdılar bəndəmizi. Bu dəlidir demişdilər. Əlacsız qalmışdı Nuh. Yalvardı Rəbbinə, mən məğlubam, yardım elə. Açdı göyün qapılarını, göydən leysan yağdı yerə. Bulaqlar qaynatdıq yerin yarıqlarından. Allahın əmrini yerinə yetirmək üçün göylə yerin suları birləşib axın oldu. Taxtadan, mıxdan qayrılmış bir gəmiyə mindirdik Nuhu. Danılmış peyğəmbərə yardım olaraq gözümüz önündə üzürdü gəmi. Biz bunu elədik ki, ibrət ola sonraki nəsillərə. Bu ibrətdən kim barınmaq istəyir? Axır gördülərmi verdiyim əzab nə imiş? Bildilərmi elədiyim xəbərdarlıq nə imiş? Biz Qur'anı yaddaş üçün asan elədik, sadə elədik. Kim barınmaq istəyir bu Qur'andan? Ad qövmü də danmışdı peyğəmbərini. Axır gördülərmi verdiyim əzab nə imiş? Bildilərmi elədiyim xəbərdarlıq nə imiş? Başdan başa nəhs olan bir gündə vıyıltılı sərt külək göndərdik üstlərinə. Kökündən qopmuş xurma ağacları kimi adamları qatıb qabağına aparırdı külək. Axır gördülərmi verdiyim əzab nə imiş? Bildilərmi elədiyim xəbərdarlıq nə imiş? Biz Qur'anı yaddaş üçün asan elədik, sadə elədik. Kim barınmaq istəyir bu Qur'andan? Xəbərdarlıq eləyən peyğəmbərini Səmud qövmü də dandı. Dedilər, öz içimizdən olan bir bəşərin ardınca mı biz hamımız getməliyik? Getsək sapqınlıq içindəyik, dəliyik deməliyik. İçimizdə təkcə ona mı vəhiy verilmiş? Yalancının, lovğanın biridir o. Sabah qiyamət günü hökmən biləcəklər kim yalancı, kim lovğadır. Onları sınaqdan keçirmək üçün dəvəni göndərən biz idik. Salihə demişdik, gözlə, gör nə iş görəcəklər. Səbr elə, nə eləsələr. Və bildir ki, bulağın suyundan onların da, dəvənin də növbə ilə payı var. Çağırdılar özlərinin bir dostunu, bu da alıb qılıncını kəsdi dəvəni. Axır gördülərmi verdiyim əzab nə imiş? Bildilərmi elədiyim xəbərdarlıq nə imiş? O tək gürultunu göndərdik üstlərinə. Çör-çöpə, çubuğa çevrildilər. Biz Qur'anı yaddaş üçün asan elədik, sadə elədik. Kim barınmaq istəyir bu Qur'andan? Lüt qövmü
də danmışdı xəbərdarlıq eləyən peyğəmbərini. Daş yağdıran yel göndərdik üstlərinə. Yalnız Lutun ailəsini bəladan qurtardıq səhər çağı. Bu bir nemət idi, verdik ona dərgahımızdan. Beləcə mükafatlandırırıq Allaha şükr eləyən kimsələri. Lut onları qorxuzmaq istəmişdi əzabımızla. Onlarsa şübhə ilə yanaşdılar onun xəbərdarlığına. Ona qonaq gələn mələklərə onların gözü düşdü. Kör elədik gözlərini. Dadın əzabımı, bilin elədiyim xəbərdarlıq nəymiş. Bir səhər qovuşdular əbədi bir əzaba. Dadın əzabımı, bilin elədiyim xəbərdarlıq nəymiş. Biz Quranı yaddaş üçün asan elədik, sadə elədik. Kim barınmaq istəyir bu Qurandan? Firon ailəsinə xəbərdarlıq gəlib çatdı. Ayələrimizin hamısını dandılar. Biz də güclü müqtədir Allahın əzabına uğratdıq onları. Siz Qureyş bütpərəstlərinə müraciətlə kafirlər onlardan artıq mısınız? Bəlkə ilahi kitablarda sizə əzabdan bəraət yazılmış. Yoxsa peyğəmbərə müraciətlə biz qalib bir dəstəyik deyirlər. Dağılacaq dəstələri baş götürüb qaçacaqlar. Onlara vəd edilən əzabın vədəsidir qiyamət saatı. Çox dəhşətli, çox acıdır bu saatın əzabı. Bir sapqınlıq, bir çılğınlıq içindədir susuzlar. Üzü üstə od içinə sürüklənən gün, dadın cəhənnəm əzabını deyilər onlara. Bir ölçü gözləyərək yaratmışıq hər şeyi. Bir göz qırpımında əmrimiz yetər yerinə. Sizin kimi neçə nəsilləri məhv eləmişik. Bir kimsə tapırlarmı dərsini ala bundan? Görülən hər bir iş qeydə düşən əməl kitablarında. Xırda, iri nə varsa yazılar sətir-sətir. Cənnətlər içindədir, çaylar qırağındadır müttəqilər. Müqtədir hökümdarın dərgahındakı haqq məclisində əyləşmiş onlar.